Xırdalan şəhərinin ən ideal komplekslərinin birində qanuni 3 otaqdan ibarət 110 kvadrat metrlik mənzil təqdim edirəm sizlərə, dəyərli izləyicilər. Mənzilimiz ideal şəkildə təmir olunub. Döşəməsi parket, divar kağızları, bahalı divar kağızları. Yəni bir sözlə mənzildə çox gözəl işlər görülüb və Xırdalanın ən premium MTK-sında yerləşir. Yəni bu MTK Adla deyilir. Tanıyanlar çox gözəl tanıyır. Müəyyən səbəbdən MTK-nı sizlərə qeyd etmirəm. Amma ki, mənzil haqqında sizlərə tam olaraq ətraflı məlumat verəcəm. 110 kvadrat metrdən ibarət qanuni 3 otaq. Hündür mərtəbəli binanın 4-cü mərtəbəsində 2 ədəd sürətli lifti, binanın yeraltı avtodayanacağı və birbaşa prospekt yolunun kənarında yerləşir. Xırdalan şəhərində Avpark yaşayış kompleksinin yaxınlığında premium komplekslərdən birində bir mənzil təqdim edirəm sizlər üçün. Mənzilimizin əsas giriş qapısı. Giriş qapıdan daxil olduq, sağda belə boya-boy bir qardirob mebeli yığılıb, çox ideal şəkildə. Kupça əldə, kupça birbaşa alqı-satqıya hazırdır. Belə bir qardirobla mebel, ideal təklif. Batekaya gedir. Qeyd etdiyim kimi kupça təmizdir, əldədir. Qanuni 3 otaqdan ibarətdir. Bu birinci yataq otağımızdır. Sanuzellər ayrı-ayrılıqdadır. Gəlin baxaq. Burada hamam otağımız. Burada sanitar qovşağımız. Mənzilin istilik sistemi, kombi sistemidir. Bütün kommunallar 24 saat fasiləsiz şəkildə verir. Binanın həyətində mühafizə sistemi, yəni 4 bir tərəf kamera. Burada da belə bir gözəl, səliqəli 3-cü otağımız. Qonaq otağı təqdim etmişəm sizlərə burada. Burada yerləşir mətbəximiz, sonda mətbəxi də təqdim edəcəm və mətbəxdən eyvana çıxışımız var. Kvadrat 110, qiymət ideal bir qiymət. Burada yerləşir mənzilimizin mətbəx hissəsi. Belə bir gözəl mətbəx mebeli ilə təchiz olunub və mətbəxdən də eyvana çıxış var. Baxın, burada eyvanımızdır. Eyvanda da şkaf yığılıb, kombi quraşdırılıb və prospekt yolun tam kənarıdır, dəyərli izləyicilər. Binanın qarşısından bütün şəhərə işləyən avtobus və taksilər hərəkət edir. Tam ətraflı məlumat almaq üçün buyurub əlaqə nömrələrimizlə əlaqə saxlayırsınız. Satışda əmlakınız varsa bizə müraciət edə bilərsiniz. Bu günə bu qədər, növbəti çəkilişlərdə görüşənədək.